Əziz şagirdlər, bugünkü dərsimizdə termodinamikanın birinci qanunu izoproseslərə tətbiqi, istilik mühərrikləri haqqında məlumatlar verəcəyik. Birinci başlayaq termodinamikanın birinci qanunundan. Deməli, biz dedik ki, daxili enerjini iki üsulla dəyişə bilərik. Bir, qaza istilik verməklə, iki, qaz üzərində iş görməklə. Onda bizim daxili enerjimizin dəyişməsi üçün belə bir ifadə alarıq ki, termodinamikanın birinci qanunu deyir ki, qazın daxili enerjisinin dəyişməsi ona verilən istilik miqdarı ilə qaz üzərində xarici qüvvələrin gördüyü işin cəminə bərabərdir və termodinamikanın birinci qanunu delta U bərabərdir Q üstəgəlsin A şəklində adlanır. O olur bizə ötürü birinci qanunumuz. İndi biz bilirdik ki, xarici qüvvələrin gördüyü iş əks işarə ilə qazın gördüyü işə bərabərdir. Onda bizim delta U'muz bərabər olar Q çıxılsın A iştirixə. Buradan Q'nü təyin ediyorsa olsaq, Q bərabərdir delta U üstə gəlsin A iştirix ifadəsini alarıq ki, buradan da belə bir ifadə çıxır ki, qaza verilən istilik miqdarı onun daxili enerjisinin dəyişməsinə üzr istəyirəm və qazın iş görməsinə sərf olunur. Bu da termodinamikanın birinci qanunun ikinci yazılışıdır. Yəni delta U bərabər Q üstə gəlsin A şəklində, delta U bərabərdir Q bərabər delta U üstə gəlsin A iştir şəklində görə bilərik termodinamikanın birinci qanunu. İndi termodinamikanın birinci qanunun izoproseslərə tətbiqindən gedir söhbət. İzoproseslərə tətbiqimiz necədir? Birinci izoprosesimiz izotermik prosesdir. İzotermik prosesdə biz bilirdik ki, kütlə sabit, temperatur sabitdir. Və bunlar sabit olduqda biz bilirdik ki, daxili enerjimiz sabitdir. Daxili enerjimiz sabitsə delta U sıfıra bərabərdir. İndi termodinamikanın birinci qanunun ifadəsinə baxası olsaq, delta U sıfırdırsa, onda biz Q üçün hansı ifadəni alırıq? A iştirik ifadəsini alırıq ki, izotermik prosesdə termodinamikanın birinci qanunu Q bərabərdə A iştirik ifadəsini alır. Bu o deməkdir ki, qaza verilən istilik miqdarının hamısı işin görülməsinə sərf olunur. Məsələn, tutaq ki, bizə desə ki, qaza Q bərabərdir, izotermik olaraq 200 joule enerji verilmişdir. Qazın gördüyü işi tapın, qazın gördüyü iş də elə 200 joule-a bərabərdir. Və izotermik prosesdə qazın gördüyü işin istilik miqdarından asıllıq qrafiki düz mütənasiblikdir. Və bu qrafikimiz birinci rübün tənbölənidir. Belə, bu oldu bizim izotermik prosesimiz. Yəni, izotermik prosesdə qaza verilən istilik miqdarı yalnız işin görülməsinə sərf olunur və daxili enerjimiz dəyişmir. Keçirik ikinci prosesimizə. İkinci prosesimiz bizdən ötürü izobar prosesi idi. İzobar proses. İzobar prosesdə biz bilirik ki, kütlə sabitdir və təzyiq sabitdir. Artıq burada bizim temperaturumuz da dəyişir, həcmimiz də dəyişir. Həcm dəyişirsə iş var, temperatur dəyişirsə daxili enerjinin dəyişməsi var. Ona görə də izobar prosesdə termodinamikanın ikinci qanunun yazılışı bu şəkildə olacaq. Q bərabərdir, delta U üstə gəlsin A iştirik şəklində olacaq. İndi bizə maraqlıdır ki, verilən istilik miqdarının hansı hissəsi daxili enerjinin dəyişməsinə, hansı hissəsi işin görülməsinə sərf olunur. Biz buradan delta U'nun yerinə 2-dən 3 M bölünsün M R delta T ifadəsini yaza bilərik. Qazın gördüyü işi də M bölünsün M R delta T yaza bilərik. O zaman bizim istilik miqdarımız bunların ikisinin cəmidir. Yəni 2-dən 5 M bölünsün M R delta T'dir. İndi delta U, yəni daxili enerji istilik miqdarının hansı hissəsini təyin etməkdən ötürü delta U'nu Q'ya bölürük. Bu isə bizdən ötürü eləyir 5-dən 3. Onda bizim delta U'muz Q'nün 0,6 hissəsidir. Yəni 5-dən 3 hissəsidir. Yəni 60%'dir. Delta U'muz Q'nün 0,6 hissəsidirsə, A iştiriximiz onda 0,4 hissəsi olacaq. Yəni 5-dən 2 hissəsi olmuş olacaq. Yəni, izobar prosesdə qaza verilən istilik miqdarının 60% daxili enerjinin dəyişməsinə, 40% isə işin görülməsinə sərf olunur. Üzr istəyirəm.
Məsələn, bizə deyəcək ki, qaza izobar olaraq Q bərabərdir 200 joule enerji verilmişdir. Daxili enerji və qazın gördüyü işi hesablayın. Mən biləcəm ki, daxili enerjimizin dəyişməsi 0,6 Q-dür. Yəni 0,6 vurulsun 200 eləyəcək 120 joule. Qazın gördüyü işi isə 200-dən 120-ni də çıxa bilərsiniz və yaxud da 0,4 Q yaza bilərsiniz. 0,4 vurulsun 200, o da eləyər 80 joule. İndi biz istilik miqdarının həm də Cm delta T düsturunu təyin edə bilərik. Buradan xüsusi istilik tutumunu təyin edə bilərik. İzobar prosesdə xüsusi istilik tutumunun düsturu 2-dən 5 böyük R bölünsün böyük M düsturu ilə hesablanacaq. Bu izobar prosesdə xüsusi istilik tutumunun düsturudur. Belə, izobar prosesdə artıq biz bildik ki, qaza verilən istilik miqdarının 60% daxili enerjinin dəyişməsinə, 40% isə işin görülməsinə sərf olunur. Keçdik üçüncü prosesimizə. Üçüncü prosesimiz izoxor prosesdir. İzoxor prosesdə bildiyimiz kimi kütlənin sabit qiymətində həcm sabitdir. Və biz demişdik ki, həcm sabit olarsa qaz iş görmür. Qazın gördüyü iş sıfırdır. O zaman qaza verilən istilik miqdarının hamısı hara sərf olunur? Daxili enerjinin dəyişməsinə sərf olunur. Q'müz delta U'ya bərabərdir. Məsələn, eyni məsələdən danışaq. Deyək ki, məsələn, izoxor prosesdə qaza 200 joule istilik miqdarı verilmişdir. Daxili enerjinin dəyişməsini tapın. Avtomatik o da 200 joule'a bərabərdir. İşdə olduğu kimi daxili enerjinin dəyişməsinin də istilik miqdarının asıllıq qrafiki birinci rübün tən bölənidir. 45 dərəcə. Artıq buradakı 45 dərəcə verilirsə, biz biləcək ki, prosesimiz izoxor prosesdir. Və izoxor prosesdə Q'müz delta U'ya bərabər olduğuna görə Q'nü biz 2-dən 3 M bölünsün M R delta T düsturundan hesablaya bilərik. Həm də o Cm delta T'dir. İzoxor prosesdə xüsusi istilik tutumunun düsturu isə olacaq 2-dən 3 R bölünsün M. Bu düstur olaraq bizdən soruşulur və yaxud da məsələ həlli kimi soruşula bilər. Bu da bizim izoxor prosesimiz. İzoxor prosesdə bilirik ki, iş görülmür. Verilən istilik miqdarının hamısı daxili enerjinin dəyişməsinə sərf olunur. Və nəhayət dördüncü halımıza baxaq. Dördüncü hal nə idi? Adiabat prosesi idi. Adiabat proses nədir? Adiabat proses adiabat sistemdə baş verir. Adiabat sistemi isə xarici mühitlə istilik mübadiləsində olmayan sistemə, xarici mühitlə istilik mübadiləsində olmayan sistemə adiabat sistem deyilir. Həmən sistemdə gedən proses isə adiabat proses deyilir. İstilik mübadiləsi yoxdursa, yəni istilik alınıb verilmirsə, o zaman bizim istilik miqdarımız Q'müz nəyə bərabərdir? Sıfıra. Q sıfıra bərabərdirsə, onda delta U A-ya bərabər olacaq və yaxud da delta U-muz mənfi A-ə bərabər olacaq. Adiabat prosesdə biz bilirik ki, təzyiqdə, həcmdə, temperaturda dəyişir. Bunlar sabit ola bilməz. O zaman bizim daxili enerjimizin dəyişməsinin düsturunu biz bu şəkildə yaza bilərik. 2-dən 3 P2, V2 çıxılsın, P1, V1 düsturu ilə hesablaya bilərik. O zaman görülən işimiz mənfi delta U olduğu üçün onu isə 2-dən 3 P1, V1 çıxılsın, P2, V2 düsturu ilə hesablaya bilərsiniz. Bu adiabat prosesdə işin görülməsidir. İndi adiabat prosesdə iş mənfi olarsa daxili enerji artmalıdır, iş müsbət olarsa daxili enerji azalmalıdır. Ona görə də biz iki cümlə yazacağıq bura. Cümlələrimizdən biri bu olacaq. Adiabat genişlənmə zamanı qazın daxili enerjisi, təzyiqi, sıxlığı və temperaturu azalır. İkinci cümləmiz adiabat sıxılma zamanı qazın daxili enerjisi, təzyiqi, sıxlığı və temperaturu artır. Məsələn, bunlar cümlə olaraq bizim qarşımıza çıxa bilər. Ona görə bunları da bu şəkildə tətbiq etdik.
Və salam. Bu da termodinamikanın birinci qanunun izoproseslərə tətbiqidir. Təbii ki, mən burada qısa şəkildə izah verməyə çalışıram ki, əsas şeyləri siz biləsiniz. İndi keçirik istilik mühərriklərinə. İstilik mühərriklərində də əsas ifadələri deyəcəyik. İstilik mühərrikləri nədir şagirdlər? Yanacağın enerjisini mexaniki enerjiyə çevirən qurğulara istilik mühərrikləri deyilir. İstilik mühərrikləri bir dənə yanacağın yanma istiliyini deyim, ondan sonra istilik mühərriklərini tərif olaraq deyərik. Deməli, 1 kiloqram yanacaq yanarkən ayrılan istilik miqdarına xüsusi yanma istiliyi deyilir. Kiçik Q hərfi ilə işarə olunur, böyük Q bölünsün M düsturu ilə hesablanır. Q'müzün vahidi 1 jol bölünsün kiloqramdır və xüsusi yanma istiliyi yalnız növdən asılıdır. Yalnız növ. Q bərabərdir. Kiçik QM ifadəsi isə yanma istiliyi deyilir. Yanma istiliyi. Yəni yanacaq yanarkən bu qədər enerji ayrılacaq. O zaman bizim yanma istiliyimiz həm yanacağın növündən, həm də kütləsindən düz mütənasib asılıdır. Amma xüsusi yanma istiliyimiz, kiçik Q'müz nə M-dən, nə də Q-dən asılı deyil. Sabit asılıdır. Belə. Vahidin dedik, yalnız növdən asılıdır və salam. İndi istilik mühərriklərdə həmən yanacağın enerjisini mexaniki enerjiyə çevirən qurğulara deyilir. İstilik mühərrikləri 3 hissədən ibarətdir şagirdlər. 3 hissədən ibarətdir. Hissələrimiz hansılardır? Birinci hissəmiz. Yazacaq qızdırıcı. Qızdırıcıdan alınan istilik miqdarı Q1, qızdırıcının temperaturu T1 olsun. İkinci hissəmiz işçi cisim. Burada görülən iş faydalı işdir və o bizdən ötürü Q1 çıxılsın Q2'ye bərabərdir. Və üçüncü hissəmiz soyuducudur. Soyuducuya verilən istilik miqdarı Q2'dir, temperaturu isə T2'dir. İstilik mühərrikinin bir gedişi 4 taktdan ibarətdir. Birinci taktımız sorma taktıdır. İkinci taktımız sıxılma taktıdır. Üçüncü takt alışma və yaxud da iş görmə deyirlər buna. Və dördüncü taktımız isə xaric etmədir. İstilik mühərriklərinin faydalı iş əmsalı yenə də faydalı işin tam işə nisbəti ilə təyin olunur və bizim faydalı işimiz A iştirikdir, tam işimiz isə Q1'dir, vurulsun 100% düsturu ilə hesablayacağıq. Və eta bərabərdir A iştirikin yerinə Q1 çıxılsın Q2 bölünsün Q1 ifadəsində yaza bilərik, vurulsun 100%. Bu düsturu Carnot temperatura görə hesabladığına görə bu tənliyə eta maksimum deyəcək. Həm də Carnot tənliyi bizdən ötürü T1 çıxılsın T2 bölünsün T1 düsturu ilə və yaxud da biz bunu 1 minus T2 böl T1 vurulsun 100% düsturundan istifadə edərək təyin edə bilərik. Buna deyəcək biz Carnot tənliyi. Və bizim istilik mühərriki üçün həmən eta maksimum etamızdan böyük və yaxud da ona bəzən bərabər ola bilər. Bu da istilik mühərriklərinin faydalı iş əmsalı. İstilik mühərrikləri özləri daxili yanma mühərriki, reaktiv mühərrik, buxar turbini və s. qruplara ayrılır. Daxili yanma mühərrikləri özləri 2 qrupa ayrılır. Karbüratorlu mühərrik, dizel mühərrik. Karbüratorlu mühərriklə dizel mühərriklər arasındakı fərq ondan ibarətdir ki, karbüratorlu mühərrikdə yanacaq hava qarışımı karbürator adlanan qurğuda baş verir. Dizel mühərriklərdə isə qızdırılmış havanın üzərinə yanacaq çilənərək alışma baş verir. Dizel mühərriklərinin üstünlükləri dartı qüvvəsi çox böyükdür. Ona görə ağır texnikalar həmişə dizel mühərriklərdən istifadə olunur. Dizel mühərrikləri yanacaq sərfiyyatı daha az olur. Dizel mühərriklərinin yanacağı da ucuz olduğuna görə dizel mühərrikləri karbürator mühərriklərdən üstün mühərriklər sayılır. Bir də bizim reaktiv mühərrikimiz var. Reaktiv mühərriklərimizdə təyyarələrin qırıcıları mühərrikləri reaktiv mühərrik adlanır və həmən reaktiv mühərrikimiz özü də 2 növü var. Bir hava reaktiv mühərriki var, bir raket reaktiv mühərriki var.
hava reaktiv mühərriki ilə raket reaktiv mühərrikinin arasındakı fərq isə biri oksidləşdiricini xarici atmosferdən götürür, biri isə daxildən götürür. Aralarındakı fərq də bundan ibarətdir. Əsas düsturları qeyd elədim, bizə düşən düsturlar və növlər haqqında məlumat verdim şagirdlər. Dərsimiz haqqında bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Kanalımıza abunə olmağı unutmayın, bəyənin, paylaşın ki, digər şagirdlər də bundan istifadə edə bilsin. Əsasən də 11-ci siniflər təkrar üçün qısa videolarımızdan istifadə edə bilərsiniz.